Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Axşamın bu vaxtında xoş gördük sizləri. Məşdağa Kanal Marketə yaxın möhtəşəm bir həyət evini çıxıb satışa. İnşallah təqdimatını sizlərə təqdim edəcək. 5 sot yanından artıq torpaq sahəsinin üzərindədir. Şəxsi tikilidir. Sadəcə olaraq biraz yaşayış olmadığına görə yəqin ki bizləri üzrlə hesab edərsiniz. Balaca belə deyək həyətin təmizliyinə ehtiyac var. Şəxsi tikilidir. Yüksək keyfiyyətdə belə deyək də avadanlıqlardan istifadə olunub. 3 otaq, 1 mətbəx, 1 sanuzeldən ibarətdir. Torpağın çıxarışı var. Qiymət 105.000 manatdır. İnşallah təqdim edək sizlərə, sonra keçəcək evin içərisinin təqdimatına. 121 kvadratlıq giriş hissəsini də sizlərə təqdim etdik. Bu hissəni qardaşım təqdim edədim. Burada böyük bir ərazisi var da. Burada kim istəsə bisetka da düzəldə bilər, manqalxana da qoya bilər, düzəldə bilər. Sonra ağ mərcərlərdən fikir verin, istifadə olunub. Yəni yüksək keyfiyyətlə özü üçün tikib. Ev istiliyi belə deyək, kombidir və evin arxasına ən azından 1 metrə və 1 metrdən ola bilər artıq keçid və evin arxasını tam bir şəkildə fikir verin dəyərli izləyicilərimiz. Keçid etmək olur. Bunu da sizlərə göstərək. Yerdən də ən azından 8 daş kürsülüdür. İçərisini də sizlərə təqdim edəcək. Həqiqətən də möhtəşəmdir. Fikir verin, rahat bir şəkildə keçid etmək olur. Ən azından biz bunu sizlərə təqdim edirik ki, izləyicilərimiz tam rahat bir şəkildə izləyə bilsinlər. Və qalxaq inşallah evin içəri hissəsinin təqdimatına. Bax, burada da ağ mərmərdən istifadə olunub, terası var, giriş-çıxış nəzərdə tutulub. Və daxil olan evin içərisinə koridor da olaraq enli bir koridor. Fikir verin, bütün materiallar qeyd etdiyimiz kimi yüksək keyfiyyətli materiallarla şəxsi tikilidir. Zal hissəsini sizlərə təqdim edeyim. O belə bir gözəl bir zal var. Qardaşım, tam göstər izləyicilərimiz. Hətta fikir verin, zalda 2 dənə radiator qoyulub. Seksiyalarda fikir verin, uzundur. Zaten balaca olur. Və pəncərə hissələrinə fikir verin. Keyfiyyətli məhsullar qeyd etdiyimiz kimi, bax, bunlara da nəzər edilmək lazım. Və burada qeyd etmişdik. Bayra çıxmaq üçün, giriş çıxmaq, hətta burada pəncərəsinə qədər qoyulub. Və keçid edirik digər otaqların təqdimatına. 2 dənə yataq otaqlardır. Otaqlar yəni böyük otaqlar. Yəqin ki, üzrlü sayılır. İşıq olmadığına görə, lampiskası olmadığına görə sizlərə verilir. Təqdim edəcək böyük otaqlardır, yəni kiçik otaqlar deyil. Bunları da təqdim elə qardaşım, zəhmət olmasa. Və keçid edək mətbəx hissəsinə, sonra sanuzelini təqdim edək. Mətbəx hissəsi də genişdir, tam hazır vəziyyətdədir. Və belə deyək, sənədini də göstərək izləyəcəyimizə, bax, sənədində çıxarışdır. Və gəl qardaşım, gəl sanuzelini təqdim edək. Sanuzeldə isti poldan ibarətdir. Hətta sanuzelin özündə belə fikir verin, duş kabinənin yeri, suyun axıntısı və burada da eyni qayda ilə. Bir dənə ona qardaşım, oranı da göstər izləyicilərimiz izləsinlər. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məşdağa Kanal Marketə yaxın bir ərazidir. 5 sot yanından artıq torpaq sahəsinin üzərində inşa edilir. Şəxsi tikilidir, 121 kvadratdır. Sənəd çıxarışı, torpağın çıxarışı var. 7-8 daş kürsülüdür. İlkin olaraq 105.000 manat reallı olarsa inşallah edirsin. Həm danışmaq, ya razılaşmaq olar. Səhifəmizin ilərisi Məşdağa Marketə əməkdaşları rəhbərliyimiz sizlərdən təşəkkürümüzü bildiririk.